Salam hörmətli dinləyicilər, efirdə İqtisadi Həftə verilişidir. 2026-cı ildə ilk verilişdə sizi salamlayıram və bugün biz ötən ilin 2025-ci ilin yekunlarını və qarşıda duran məqsədlərlə bağlı İqtisad Elmləri doktoru professor Fikrət Yusifovla danışacağıq. Fikrət müəllim, xoş gördük sizi studiyamızda. Xoş gördük Orxan bəy, xoş gördük sizi. Mən də sizi də tamaşaçılarımızı da salamlayıram. Fikrət müəllim, istərdik ki, İlk öncə ötən ili yekunları ilə bağlı danışaq. 2025-ci il Azərbaycan iqtisadiyyatı üçün necə yadda qaldı? Bütövlükdə pozitiv ildir iqtisadi baxımdan. Yəni nəticələrimiz yekun üzrə nəticələrimiz pozitivdir. 11 ayın yekunlarına görə ümumi iqtisadiyyatımız 1,6%, onun real sektoru, qeyri-neft sektoru 3,2% artıb və siz əgər o siyahıya baxsanız, orada bütün sahələr üzrə pozitiv nəticələri görmək mümkündür. Və təbii ki, bu illər uzunu bizim son 10 illiklər ərzində iqtisadiyyatda əldə etdiyimiz o götürdüyümüz tendensiyanın 25-ci ildə də davam etməsi anlamına gəlir bu durum. Və hesab edirəm ki, 26-cı ildə də bu ənənə davam edəcəkdir və təbii ki, biz iqtisadiyyatda götürdüyümüz strategiyanı bütövlükdə reallaşdırmağa nail olacağıq. Daha çox nə ilə yadda qaldı 2025-ci il? Daha çox bir qədər deyək ki, neftin qiymətlərinin bir qədər özünü qeyri-sabit aparması ilə yadda qaldı. Və bilirsiniz ki, biz bu ilin əvvəllərində bu büdcəmizə bir daha yenidən baxmaq demək məcburiyyətində qaldıq və bütövlükdə bilirsiniz, iqtisadiyyatımız bizim neftlə bağlı iqtisadiyyatdır. Bu təbiətin bizə verdiyi, təbiətin bizə bəxş elədiyi bir nemətdir və bizim prezidentimiz hakimiyyətə gəldiyi ilk gündən ölkə iqtisadiyyatının neftdən asıllığını bitirəcək bir strategiyanı sərgilədi və baxın, ilk mənim yadıma gəlir 2004-cü ilin yanvar ayında 2003-cü ilin yekunları baxılarkən prezidentin həmən tədbirdəki çıxışında səslənən fikir, biz elə yaşamalıyıq ki, sanki neftimiz yoxdur. Yəni nefti unutmalıyıq. Baxın, nəticələr 20-22 il ərzində nəticələr, bax, bizim real sektordan, qeyri-neft sektorundan ixracımız bir 20 il bundan öncə, 22 il bundan öncə 250-260 milyon ABŞ dollarını keçmirdi. Biz bugün 3,5 milyard dollar səviyyəsində real sektordan ixrac edirik və bu ardasa təxminən bir 12-13 dəfə artım deməkdir. Əslində ilk baxışda çox gözəl göstərici. Yəni nəticədir bu illər, bu müddət ərzində bir sahədə inkişafın bu qədər olması yaxşı nəticədir. Və bütövlükdə bugün bu pozitiv dinamikanı biz iqtisadiyyatın digər sahələrində də görürük. Bu artımlar var, nəticələr pozitivdir dediyim kimi. Amma istəklərimiz, yəni mən peşəkar iqtisadçı və peşəkar maliyyəçi kimi, gözləntilərimiz daha böyükdür, istəklərimiz daha böyükdür. Potensialımız bizə bu istəkləri formalaşdırır. Yəni ölkənin bütün resursları o qədərdir ki, o qədər yetərlidir ki, yəni yetərli olacaqdan da artıqdır və ona görə də təbii ki, biz də istərik ki, inkişaf etməkdə olan ölkələr cərgəsindən yüksək inkişaf edilmiş ölkələr sırasına yol tutaq. Yəni bu yol üçün də artıq bir qədər dərindən çalışmalıyıq, bir qədər daha çox belə deyək ki, zəhmət çəkməliyik, daha çox əmək sərf eləməliyik, daha çox işlər görməliyik ki, daha yaxşı nəticələr əldə edək və təbii ki, iqtisadiyyat büdcə iqtisadiyyatın güzgüsüdür. Və əgər iqtisadiyyatımız güclü olursa, təbii ki, büdcəmiz də yetərincə vəsaitlər olacaq və bunlar hamısı zəncirvari qaydada Orxan bəy, bir-birinə bağlıdır. Yaxşı büdcə, yaxşı sosial durum deməkdir. Yaxşı büdcə, yaxşı inkişaf deməkdir. Yəni yaxşı büdcə güclü müdafiə sistemini qurmaq deməkdir. Yaxşı büdcə bir qüdrətli dövlət, iqtisadi cəhətdən güclü, qüdrətli bir dövlət deməkdir. Elə büdcə demişkən, 2026-cı ilin büdcəsi artıq ötən ilin sonunda qəbul olundu. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirdim. Baxın, indi bəzən bu büdcədə artımların az olduğunu tənqid edirlər. Mən büdcə ilə bağlı bir insanam, bir peşəkaram. Yəni belə deyək, zamanı ilə bu sistemə rəhbərlik edəndə bir 13 parlamentdə büdcə qəbul etdirmişəm. Yəni
bütün həyatım deyək ki, bu maliyyə ilə, büdcə ilə bağlıdır. Ona görə bir qədər real yanaşmaq lazımdır. Amma bundan öncəki illər, 3 il, 5 il, 10 il bundan öncə biz büdcəmizdə elə artımlar əldə etdik ki, 10%, 12%, 15% artımlar olan illərimiz olubdur. Hətta bundan yuxarı artımlar olan illərimiz olubdur. Bu gün dünyada, dünya iqtisadiyyatında, iqtisadi müstəvisində baş verən olaylar və siyasi müstəvidə baş verən olaylar hansılar ki, birbaşa iqtisadi müstəvidə baş verən bəli, proseslərə qeyri-şərtsiz təsir edir və Azərbaycan nə qədər balaca bir ölkədə olsa, mən bunu həmişə deyirəm, biz dünya iqtisadiyyatının, dünya maliyyə sisteminin bir parçasıyıq və bu təsirlər bizdən yan ötə bilmir. Və ona görə də bugün növbəti ilin büdcəsi üçün biz əgər artımları çox görə bilmiriksə, bundan təəssüflənmək lazım deyil. Bu bizim belə deyək ki, bugün iqtisadiyyatımızın bugünkü durumu və gələn il üçün, yəni növbəti il üçün, 2026-cı il üçün olacaq durumu ilə uyğunlaşan, çoxlaşan bir demək göstəricilərdir. Amma bütövlükdə büdcəmizin dediyim kimi son xüsusilə 10 il ərzində biz yüksək artımlarına nail olmuşuq və hesab edirəm ki, iqtisadiyyatda bu istəklərimizi, bundan öncə danışdığımız istəklərimizi reallaşdıra bilsək, biz təbii ki, büdcəmizdə də növbəti illərdə daha böyük artımları görə biləcəyik. Ötən ilin əsas məqamlarından biri də uçot dərəcəsinin endirilməsi oldu. Belə ki, il ərzində Mərkəzi Bank bir neçə dəfə bu məsələyə baxmışdı və stabil saxlamışdı və yalnız ilin sonunda uçot dərəcəsinin endirilməsinə bağlı qərar qəbul etdi. Bunu necə dəyərləndirirsiniz? Azərbaycan iqtisadiyyatının bugün, xüsusilə onun real sektorunun onurğa sütununu, iqtisadiyyatın onurğa sütununu təşkil edən kiçik və orta biznesin ucuz vəsaitlərə, ucuz pula, belə desək, ucuz pula ehtiyacı var. Yəni, bu dərəcələrin aşağı salınması, nəticə ilə, yəni uçot dərəcəsinin aşağı salınması, manatın ucuzlaşdırılması bir prosesidir ki, bu imkan yaradır ki, sahibkara, iş adamına banka üz tutsun. Düzdür. Son illərin təcrübəsi bir qədər əslində o qədər də nəticəli deyil. Çünki bizdə zaman olubdur ki, biz uçot dərəcəsini bu son 10 il ərzində lap aşağı həddə endirmişik, amma təəssüflər olsun ki, bizim banklar bu uçot dərəcəsinin aşağı səviyyəsindən yəni demək olar ki, biznesin maliyyələşmə, kreditləşməsi üçün düzgün istifadə etməyiblər. Yəni, bu banklarda verilən kreditlərin dərəcələrində bir ciddi təsir etməyibdir. Amma gərək ki, təsir etsin, çünki resursların böyük əksəriyyəti banklar tərəfindən, yəni kommersiya banklar tərəfindən Mərkəzi Bankdan alınır. Mərkəzi Bank əgər öz resursunun qiymətini aşağı salırsa, demək bu avtomatik olaraq kommersiya bankında da aşağı düşməlidir və bu artıq biznesə bir imkanın, şəraitin yaranması deməkdir. Və ki, biznes gedib o pulu götürsün, öz sahəsinin inkişafını təmin eləsin, yeni texnologiyalar tətbiq eləsin və yaxud da ki, ümumiyyətlə bir startup layihəni maliyyələşdirsin. Real sektor barədə danışmaq istəyərdim sizdən, qeyri-neft sektoruna bağlı. Artımı qeyd etdik, 3,2%. Məncə real sektorun ümumi iqtisadiyyatda xüsusi çəkisi də bu illər ərzində xeyli artıbdır. Hətta real sektordan bizim daxil olmaların büdcənin gəlirlərində xüsusi çəkisi də artıbdır. Bunlar hamısı yaxşı göstəricilərdir. Amma Orxan bəy, məni daha çox bir peşəkar kimi narahat edən burada bir məqamlar var. Onu deyirəm, yəni o artımı daha da artırmaq üçün hansı işlər görülməlidir? Bəli, bax, o bizim əsas hədəfimiz düzdür. Bu real sektorun ümumi iqtisadiyyatda payının artması yaxşı göstəricidir. Oradan gələn gəlirlərin büdcə gəlirlərində payının çoxalması bu da yaxşı göstəricidir. Amma biz baş göstərici, əsas göstərici etməliyik real sektordan ixracın həcminin artmasına. Bayaq dedim, biz 250-260 milyondan sonra 20-22 ildə biz 3,5 milyarda qədər gəlmişik, bu yaxşı göstəricidir. Amma gəlin baxaq bu ilin sonlarına görə, yəni ötən 25-ci ilin yekunları bizdə hardasa ümumi bizim idxalımız təxminən 25 milyard dollar səviyyəsində gözlənilir. Yəni nəticələri biz alacağıq da indi əldə. Yəni bunun fonunda 3,5 milyard qeyri-neft sektorundan ixracın həcmi çox görsənmir. Əslində çoxdur, artım böyükdür. 13 dəfə artım yaxşı göstəricidir. Amma
o İdxala nisbətən bəli, o idxalımızı bağlamaq nöqteyi nəzərindən, yəni real sektordan əldə etdiyimiz gəlirin hesabına onu bağlamaq prizmasından yanaşanda biz onu az görürük. Və hədəfimiz nə olmalıdır? Hədəfimiz o sektordan, bax bu gün o sektorun payını biz necə ki ümumi iqtisadiyyatda artırmışıq, 70%-ə gətirib çatdırmışıq və hədəfləyirik 80% olsun. Bax ona adekvat bir şəkildə də o sektorundan ixracın həcmini biz artırmalıyıq. Bu gün real olaraq təxminən neçə faiz bu gün 14%-ni təxminən bizim ixracın hardasa, idxalın hardasa 14%-ni real sektordan əldə etdiyimiz ixrac hesabına, oradan ixracdan əldə etdiyimiz valyuta ilə bağlayırıq. Bu azdır. 14% çox azdır. Bax bunun üzərində ciddi düşünməliyik. Çünki manatımızın sabitliyi də, ölkədə maliyyə sabitliyi də, bütövlükdə o gələn xarici valyutadan çox asılıdır. Ona görə ona köklənməliyik. Bax bu istiqamətdə çox ciddi işlər görməliyik. Biz bu yaxınlarda Sumqayıtda bir kimya sənaye parkına getmişdik, qeyri-hökumət təşkilatlarından dövlət dəstəyi agentliyinin xətti ilə. Mən orada bir karbamid zavodu var, oranı görmək istəyirdim və qismət oldu, gördüm. Bax bu zavod unikal bir müəssisədir. Ən müasir texnologiyalardan qurulub və bu gün Azərbaycanın real sektorundan ixracın təxminən 7-8%-ə qədərini bir müəssisə verir. Bir belə unikal qurulmuş bir müəssisə, müasir standartlara cavab verən müəssisə. Bu məhsul nədən alınır? Əsasən qazdan. Yəni bizim neft, qaz sektorundan xam malın hesabına alınır. Deməli mən demirəm tək neftdən, qazdan istehsal olunacaq məhsullar. Biz belə onlarla, bəlkə də yüzlərlə bütün Azərbaycanın regionlarında belə müəssisələr qurmalıyıq ki, o 3,5 milyard dollar ki var, biz real sektordan ixracdan qazanırıq. Onu qaldıraq eləyək hardasa bir neçə dəfələrlə çox. Onu qaldıraq eləyək 14% idxalımızı bağlamasın. Başlanğıc üçün bir 40% bağlasın, sonra 50% olsun, sonra 60% olsun, 70% olsun. Çünki siz də gözəl bilirsiniz ki, neftin erası bitir. Yəqin ki, biz indi yaşıl enerjidən danışacağıq. Alternativ enerji mənbələri sürətlə inkişaf edir. Baxın, artıq bu ilin yekunlarına görə dünyada elektromobillərin sayı 80 milyona çatacaq. 10 il bundan qabaq 1,9 milyon olubdu. 10 il 1,9 milyon olub. 80 milyona çatır bu. Baxın, hansı sürətlə dünyanın o enerji balansı dəyişir. Bugün Avropada elə dövlətlər var ki, bunlar artıq öz enerji tələbatlarının 50%-dən çoxunu alternativ mənbələrdən alırlar. Yəni biz istəsək də, istəməsək də neftin erası bitməyə doğru gedir və üstəgəl bizdə hasilat azalır bəlli səbəblərdən. Əsrin kontraktı 25 ilə hesablanmışdı. Sağ olsun torpağı, mən həmişə deyirəm ki, bizə 5 ildə üstəgəl neft verdi. Yəni bu da bir bərəkətdir bizim torpağımızın altından çıxan. Yeni yataqlar da aşkarlandı. Bəli. Ona görə biz bax bir dövlət olaraq da yeri gəlmişkən regionda lider dövləti yaşıl enerjinin istehsalı və ümumiyyətlə onun yaxın gələcəkdə, yaxın perspektivdə inkişafı istiqamətində götürdüyümüz kursa görə biz Qaradənizin dibi ilə xüsusi kabel vasitəsilə gələcəkdə Avropanın şərqində yerləşən ölkələrə yaşıl enerji ixrac etməyi hədəfləyirik. Artıq bu istiqamətdə bəzi sənədlər də imzalanıb, bilirsiniz, hazırlıq işləri də görülür. Bəli, işlər də görülür. Demək, bir neft dövləti olaraq biz tək neftə köklənməmişik. Bizim bu enerji strategiyamızda yaşıl enerji keçir önə. Bu çox yaxşı haldır. Bax, ona görə də bu sektordan, real sektordan onun ixracının biri də elə bu yaşıl enerji olacaqdır. Daha çox artırmalıyıq bu ixracı. Elə yaşıl enerji ilə bağlı deyərkən istəyərdim sizin sözünüzə dəstək olaraq vurğulayım ki, artıq bir neçə layihə imzalanıbdır. Səudiyyə Ərəbistanının Akva Birləşmiş Ərəb Əmirlikləri ilə, Mastar şirkətindən, BP-nin özündən də layihələr həyata keçiririk. Yəni bu Cənab Prezidentin bir sözü oldu, sizin sözünüzün qüvvəsi. Dedi ki, bizə o qədər təkliflər var ki, yaşıl enerji sahəsində yatırımlarla bağlı. Biz fiziki cəhətdən bunu çatdırıb, belə deyək də, reallaşdırmaq imkanlarımız yoxdur. Amma demək, dənizdə giqavatlarla potensial var. Bəli, böyük potensiallarımız var. Yaxın müddətdə böyük ehtimalla ki, biz də onu gerçəkləşdirəcəyik. Yəni potensialımız hər sahədə çoxdur. Tək bu yaşıl enerjidə deyil. Baxın,
Azərbaycanın regionlarına baxın, təbiətimizə, baxın bizim 11 iqlim qurşağının 9-unun bizə verdiyi dividendlər belə desək də, bu dividendlərdən istifadə etmək lazımdır. Biz bayaq o Sumqayıtdakı kimya sənaye parkında, o karbamid zavodu haqqında danışdım. Bax, biz nədən bu qədər bu aqrar sektorundakı məhsullar yetişir bizim ərazimizdə? Onların emalı ilə bağlı məsələlər qurmayaq. Yerlərdə baxın, kənd insanı bir il çalışır, hansısa bir məhsulu yetişdirir, onu sonra sata bilmir, bazara çıxarda bilmir, çətinlik çəkir. Elə evinin içində onu o həmən zavoda münasib bir qiymətlə təhvil versin, o da maraqlı olsun ki, bu il yetişdirirəm, gələn il mən bunu təhvil verə biləcəm, yəni problemim olmayacaq. İndi bir qədər bax, bu sahədə də bizim problemlərimiz var. Bunları biz çözməliyik, həll etməliyik. Orxan bəy, bu məsələdə bir sayılı bizim problemimiz iqtisadiyyatın onurğa sütununu təşkil edən kiçik və orta biznesin maliyyə əlçatanlığıdır. Yəni, bax, o kredit resursları haqqında danışdıq. İndi biz Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması haqqında danışdıq. Bunlar hamısı çox yaxşı bir addımlardır, yaxşı strateji bir kursdur ki, götürülür. Amma sonunda biz elə etməliyik ki, sahibkar onun quracağı işin, yaradacağı fəaliyyətin, quracağı müəssisənin rentabellik səviyyəsini təmin edə biləcək səviyyədə maliyyə vəsaiti əldə edə bilsin. Dünyada bu maliyyə vəsaitinin yeganə mənbəyi, real mənbəyi bank kreditidir. Ona görə bu kreditlər, məsələn, bugün biz çox cüzi bir, məsələn, 100 manatlıq biz ümumi daxili məhsulat bugün 280 dediyimiz 4%, 6% sırasında demək krediti çox cüzi bir səviyyədə veririk. Təsəvvürə gətirin ki, son bir 7 ildə 530 milyard ümumi daxil məhsul istehsal eləmişik nominal olaraq. Ona cəmsi demək 3,5 milyard biz həmən o dediyim o güzəştli kredit vermişik. Bu çox kiçik bir rəqəmdir. Dünya iqtisadiyyatında, maliyyə sistemində bir anlayış var. Hər bir iqtisadiyyatın kredit tutumu. Bax, bu kredit tutumu bizə göstəricisi çox aşağıdır. Ona görə bizim iqtisadiyyatda bugün kiçik və orta biznesin payı təxminən 18%-dir. Kiçik və orta biznes. Halbuki kiçik və orta biznes istənilən iqtisadiyyatın onurğasını təşkil edir. 60-70%. Avropanın inkişaf edilmiş ölkələrində bu göstərici 65-70%-in altındadır. Amma bizdə cəmsi 18%. Bu deməli biz bu yolda dönüş eləməliyik. İqtisadiyyatımızı bu yola döndərməliyik ki, bizim o real sektor əsasında dayanan o kiçik və orta biznes vəsaitə əli çatsın. Normal kreditlər alsın. Bunun üçün də şükür Allah'a 80 milyardın altında bizim valyuta rezervlərimiz var. Potensialımız böyükdür, imkanlarımız genişdir. Amma bu istiqamətdə də Fikrət müəllim işlər gedir. Bildiyiniz kimi kiçik və orta biznes inkişaf agentliyi var, hansı ki həmin o bizim biznes adamlarına yaxşı nümunələr yaxşıdır. Çox gözəl nümunələr. Agentliyi var, hansı ki fondu var daha doğrusu, hansı ki aşağı faizdən 4%-dən 6%-ə qədər kreditlər verilir, amma bunların həcmi inanın ki azdır. Yəni mən bunu ölkə masştabında yəni bunu daha çox eləmək. Bəli, çox eləmək potensialımız var. Məsələn, mən təklif edərdim ki, bir xüsusi bir bank yaradaq. Bir xüsusi bir bank yaradaq. Ancaq biznesə xidmət edən bank yaradaq. Onun resurslarını verək. Dövlət biznes ortaqlığını yaradaq. Dövlət o krediti götürüb, vəsaiti götürüb, yəni ucuz krediti götürüb ayrı təyinata yönləndirməsin deyə sahibkar, iş adamları, bizdə olur da belə bir şeylər. Onun qarşısını almaq üçün dövlətlə, dövlət bankı ilə sahibkarın bir işbirliyini yaradaq ki, birgə eləsinlər ki, orada yanlışlar olmasın. Yəni bir deyək də 100 layihədən 95-i alınsın, 98-i alınsın və o layihə işlədikcə dövlət yavaş-yavaş öz kreditini götürsün, çıxsın, sonunda bir sahibkar iş yerləri, məhsul, iqtisadiyyata töhfə, büdcəyə vergi, regionun iqtisadiyyatının inkişafı, bax, və ixrac, bəli, ixrac hansı ki haqqında danışırıq. Bax, bütün bunlar təmin edilsin. Ona görə mən təklif edərdim ki, biz bəlkə də sənaye üçün bir və digər sahələr üçün bir, aqrar sektor üçün isə xüsusi bir ziraət bank var. Türkiyədə bilirsiniz. O yəni, Azərbaycanda da fəaliyyət göstərir. Bəli, belə təcrübələr var da, yəni dünyanın da belə Çinə baxın.
sahə bankları da hamısı, dövlət bankları da hamısı, tikinti bankı, aqrar bank, sənaye bankı, 4 trilyon aktivləri olan banklar, 4 trilyon dollar. Yəni dünyanın bugün bank sektorunda birinci 4 yeri tutan ən iri banklar Çinin, bax adını sadaladığım banklardır. Çin nədən inkişaf edir? Bax həmin banklar dövlət səviyyəsində lazım olan səviyyədə, lazım olan ölçülərdə, yəni o dərəcə baxımından kreditləri verməklə öz iqtisadiyyatını inkişaf etdirir. İndi bu bütün Çin avtomobilləri dünyanın alıb ağzına. Çünki Çin dövləti buna şərait yaradır. Buna maliyyə dəstəyi olur. Stimullaşdırır və ixrac artır, ölkəyə valyuta gəlir. Çinin bugün ixracı idxalından 1 trilyon dollar çoxdur. Yəni müsbət saldo 1 trilyon dollardan çoxdur. 3,5 trilyon hardasa ixracdır, 2,5 trilyon ətrafında da idxaldır. Biz də bax belə bir uğurlar qazanmalıyıq. Amma neftdən yox, qeyri-neftçi. Real sektordan. Real sektordan. Aha. Fikrət müəllim, bu sualı da verməyə bilmərəm sizə. Bilirsiniz ki, bizim radiomuz Qarabağ və Şərqi Zəngəzurda yayımlanır. Oranın regional radiosuyuq və işğaldan azad olunmuş ərazilərdə görülən işləri necə dəyərləndirirsiniz? İqtisadi baxımdan istər yeni yolların çəkilişi, istər ümumiyyətcə investisiyaların o bölgəyə qoyulması, oradakı güzəştlər, həmin o sahibkarlar üçün tətbiq olunan bu fikirlərinizi çox doğru, xüsusi bir strategiyadır regionun bərpası və inkişafı üçün və hesab edirəm ki, birlikdə müəyyən bir proqram çərçivəsində o bölgə demək böyük qayıdışla bağlı proqram çərçivəsində bəli bu işlər həyata keçirilir. Mən bir neçə dəfələrlə səfər etmişəm. Həm Xankəndidə olmuşam, Şuşada olmuşam, Laçında olmuşam. Yəni region bölgənin gəzmişəm yerlərdə. Sanki nəqliyyatla hərəkət edirsən, böyük bir tikinti meydanı görürsən. Yəni nəhəng bir tikinti meydanı görürsən. Hər yerdə tikilir, hər yerdə qurulur, hər yerdə yaradılır. Yəni bu minvalla biz yaxın illər içərisində hesab edirəm ki, bu proqramda nəzərdə tutulmuş qayıdış, insanların qayıdışını ora təmin edəcəyik və o bölgə bizim xüsusi bir zonamız olacaqdır. Bəlkə də mən deyim ki, ən önəmli bir turist bölgələrindən biri olacaqdır və bilirsiniz, orada təbii resurslarımız çoxdur bizim və o resurslara uyğun indi işçi qüvvəsi oraya gedir və bu qayıdışla bağlı işçi qüvvəsinin sayı çoxalır orada və o resurslara uyğun da orada biz böyük müəssisələr qura bilərik, çox saylı müəssisələr qura bilərik və bu məqsədlə tək öz pullarımızı xərcləməməliyik. Yəni büdcədən vəsaitlər xərcləməklə kifayətlənməməliyik. Bax, investisiyaları cəlb etmək. Onu elə stimullaşdırmalıyıq ki, bax bu stimullaşdırma Orxan bəy, məni soruşursunuz bizim tamaşaçılarımız üçün bunu deyim. Elə stimullaşdırmalıyıq ki, xarici investor biraz da obrazlı deyəcəm, qaça-qaça gəlsin. Orada investisiya qoymağa. Bax bunun üçün bir çox islahatlarımızı aparmalıyıq. Bax biz də bu rəqabət məcəlləsini qəbul etmişik. Gözəl bir sənəddir. Mən onu oxumuşam. Bəli. Onun tam %100 işləməsini təmin etməliyik ki, bu monopoliyalar müəyyən sahələrdə aradan qalsın. Biz məhkəmə sistemimizi elə qurmalıyıq ki, bax siz, mən yerli və ya xarici investor olaraq ölkəyə gələndə bilər ki, hər hansı bir problem yaşanarsa, baş verərsə, biz hüquq müstəvisində öz haqlarımızı qeyd şərtsiz müdafiə edib qalib gələcəyik. Bunu yaratmalıyıq və təbii ki, eyni zamanda biz qarşıda böyük islahatlar gözləyirik idarəçilik sistemində, ölkənin idarəçilik sistemində ki, o məmur müdaxilələri, yerli məmurların müdaxilələri, icra hakimiyyətlərinin müdaxilələri son illər ərzində bir 9 icra başçısı. Bürokratik əngəllər. Bir 9 icra başçısı həbs olunub. Yəni bax belə əngəlləri biz aradan qaldırmaqla o xarici investorun gəlişini bilirsiniz, investor mən həmişə deyirəm, ağıllı adamdır. O pul qazanıbsa ağıllı adamdır. O bir yerə yatırım etmək üçün öncə hər şeyi öyrənir. Adan Z-yə qədər hər şeyi öyrənir. Orada bir balaca onu şübhələndirən nə varsa çəkinir, gəlmir. Ona görə bax o çəkintini biz ortadan təmiz bu dediyim, sadaladığım işləri görməklə təmin eləməliyik ki, investor dediyim kimi qaça-qaça gəlsin. Onda biz Qarabağ torpaqlarımızda 4 milyard yox, 40 milyard yatırım edəcəyik. Biraz obrazlı deyirəm, 40 milyard, 10 dəfə çox yatırım edəcəyik və ora çiçəklənəcək bir məxsusi bir
diyara çevriləcəkdir. Bunu bütün dünya görəcək, bunu bütün Avropa görəcək, Amerika görəcək və turist axacaq var. Və artıq bu istiqamətdə də görürük ki, işlər görülür. Çox işlər görülür. Ağdam Sənaye Parkı artıq fəaliyyətdədir. Orada 30-dan çox rezident fəaliyyət göstərir, Çox yaxud yaxşı. da göstərmək üzrədir. Araz Vadisi Sənaye Parkı məhəlləsi var orada. Bəli. Yəni işlər görülür. Çoxaltmalıyıq. Bunları daha çox çoxaltmalıyıq. Və orada həm işçi potensialı var. Və orada Türkiyə şirkətləri də Bəli. fəaliyyət göstərir. İsrail şirkəti səhv eləmirəmsə var. Rusiya şirkəti və böyük ehtimalla ki, gələcək üçün də həmin o şirkətlərin sayını çoxaltması, xarici şirkətlərin sayını çoxaltması üzrə Baxın, işlər üst-üstə görüləcək. Orxan bəy, dünyada bu gün harda 25-30 dəqiq hesabat yoxdur. Trilyon sərbəst pul gəzir. Təyinat yeri axtarır. Deyə bildim. Bu investor puludur da, bu biznes Anladım. puludur. Hə, Bəli. bunlar ağıllı, dediyim kimi ağıllıdırlar ki, bu qədər vəsaitə sahib oldular. Onu da münbit yerə yatırdılar. Bax, biz 4 proqram çərçivəsində ölkədə mən bu günlərdə mətbuatda da yazdım. Ölkədə praktik olaraq bütün bölgələrimizdə qaz, su, elektrik enerjisi, ondan sonra yol təminatını yüksək səviyyədə həll eləmişik. İnternet təminatını bütün kəndlərimizdə də internet var bu gün, dağın başında olan kəndlərimizdə. Yəni bütün kommunikasiya problemlərini hamısını həll etmişik. Bu gün istənilən biznes üçün münbit bir mühit formalaşdırmışıq. Amma dediyimiz o problemlər də çözəndən sonra artıq biz deməyəcəyik ki, kimsə gəlsin bura. Kimsə bizi öz axtarıb gələcək. Özləri gələcək. Yəni, özləri gələcəklər. Məmnuniyyətlə gələcəklər. Çünki həm də bizim bizə güvən ona görədir ki, biz dövlət olaraq belə deyək, heç kimi aldatmamışıq. Bizim prezidentimizin bir sözü var deyə, bizim imzamız, sözümüz imzamızdır. Bizi bir dövlət kimi belə tanıyırlar. Bax o nüanslar ki var, o problemlər ki var. Onlar da çözəndən sonra qapılar açılacaq, yaşıl işıqlar hamıya görünəcək və hamıya gələcək bura. Eyni zamanda həmin bölgənin tranzit potensialı da var. Təbii, Bilirik ki, təbii, orta dəhliz təbii. və artıq Zəngəzur dəhlizi demək olar ki, Hələ biz oradan çox razılaşdırılmış şeylərin kəşf olunacağını, məsələdir. çox resursların kəşf olunacağını gözləyirik. Və bəli, Bəli. cənab prezident də Cənab prezident müjdəsini fikirlərini verdi. müjdəsini verdi, gözləyirik. Yəni demək, orada bütün potensiallar var və olacaqdır. Və son olaraq Fikrət müəllim, istəyərdim ki, 2026-cı ildən gözləntilərinizi, iqtisadi sahədə gözləntilərinizi bizim üçün deyərdiniz. Orxan bəy, tam səmimi deyəcəm, yəni gözləntilərim nədir? Təbii ki, gözləntim bu sahədə olan o sadaladığım problemlərin həlli istiqamətində ciddi bir addımların atılması və mən hesab edirəm ki, artıq bunun da müjdəsini müəyyən bir formada verirəm. Çünki mən həm də proseslərin içindəyəm, izləyirəm və hesab edirəm ki, artıq o proseslərə start verilib və ölkədə iqtisadiyyatın üstün sürətlə inkişafı, daha üstün sürətlə inkişafını təmin edəcək məqamlar yetişəcək deyə mən buna inanıram. İdarəçilikdə o əngəllər aradan qaldırılacaqdır. Dediyimiz problemlər çözülərək və biz daha yüksək nəticələr. Mən 26-cı ili dönüş ili hesab edirəm ki. Bunu heç yerdə deməyibdi, elan eləməyiblər. Ancaq mən hesab edirəm 26-cı il dönüş ili olacaq. İqtisadiyyatda dönüş. Bəli, iqtisadiyyatda dönüş ili olacaq. Təşəkkür edirəm sizə Fikrət müəllim. Vaxt ayırıb studiyamıza gəldiyiniz üçün minnətdarıq sizə. Xatırladım ki, studiyamızın qonağı professor, iqtisad elmləri doktoru Fikrət Yusifov idi. Biz isə 2025-ci ilin yekunlarını və 2026-cı ildən gözləntilərimizlə bağlı fikirlərimizi bölüşdük. Bizi YouTube və Facebookdan CBC FM Azərbaycan yazmaqla izləyə bilərsiniz. Sağ olun, salamat qalın.